Paytaxtın Nərimanov rayonunda Novruz bayramı ərəfəsində ağacəkmə və iməclik keçirildi. Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada icra qurumlarının əməkdaşları və könüllülər tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş xeyli sayda ağac və kol bitkiləri əkildi. Xüsusi qeyd eləmək istərdim ki, dövlət başçısının, cənab prezident diqqət və qayğısı nəticəsində bugün Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturunun maddi-texniki bazası tam həcmdə yenilənmiş və möhkəmlənmişdir. Və bu da öz növbəsində Bakı şəhərində geniş tərkibli iməciklərin həyata keçirilməsində, eyni zamanda Bakı şəhərinin təmiz və səliqəli saxlanmasında geniş imkanlar yaradır. Eyni zamanda gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən daxili iməclik keçirildi. Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, bardürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, yolların yuyulması həyata keçirildi. Qurumuş budaqlar budandı və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərildi. Qeyd edək ki, paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri, eləcə də yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdiriləcək. Nigar Namik, Ağalar Ağalarov, Real TV.